Axalkalakidə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernizasiyasının başa çatması və xəttin tam istifadəyə verilməsi ilə bağlı rəsmi mərasim keçirilib. Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin nümayəndələri iştirak ediblər. Layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində dəmir yolunun illik daşınma gücü 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Mərasimdə qeyd olunub ki, yenilənmiş dəmir yolu marşrutu Avropa və Asiya arasında tranzit daşımalarının imkanlarının genişlənməsinə töhfə verəcək. Qardabani Bələdiyyəsinin Mədəniyyət və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Qardabani şəhərinin mərkəzi parkında Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş rəngarəng bayram tədbiri keçirilib. Balacaların bayram əhval-ruhiyyəsində Ucuma və uşaqlar komandası qayğı göstərib. Parkda uşaqlar üçün əyləncə zonaları qurulub. Kostyumlu yürüyüş, illüziyaçı və jonglyorların şousu təşkil olunub. Yeniyetmələr üçün isə əyləncəli və maarifləndirici fəaliyyətlər keçirilib. Musiqi nömrələri ilə Qardabani Bələdiyyəsinin Musiqi Məktəbləri Birliyinin şagirdləri, uşaq bağçalarının yetirmələri və Art Life musiqi studiyasının üzvləri çıxış ediblər. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Gekageladze müavinləri ilə birlikdə Şavnabada xüsusi təyinatlı dəstəsinin bazasında keçirilən taktiki hazırlıq üzrə nümunəvi təlim izləyib. Tədbir çərçivəsində departamentin döyüşçüləri müxtəlif növ xüsusi əməliyyatlar və atəş hazırlığı üzrə imitasiya edilmiş tapşırıqları yerinə yetiriblər. Təlimlərlə paralel olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi departamentin zirehli texnikası və xüsusi təyinatlı avadanlıqları ilə də tanış olub. Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları oğurluq ittihamı ilə bir nəfəri saxlayıblar. İstintaqın məlumatına görə təqsirləndirilən şəxs Tbilisidə yerləşən 6 yaşayış mənzilinə qanunsuz daxil olaraq müxtəlif əşyalar, o cümlədən qiymətli zinət əşyaları oğurlayıb. Aparılmış istintaq və əməliyyat tədbirləri nəticəsində hüquq mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayıblar. Oğurlanmış əşyaların böyük hissəsi isə maddi sübut kimi götürülüb. Faktla bağlı istintaq davam etdirilir. Cinayət əməli 7 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Gürcüstanın İdman naziri Şalva Qoquladze gənc gürcü gimnast Nita Camagidze ilə görüşərək onu Avropa çempionatında qazandığı tarixi qızıl medal münasibətilə təbrik edib. Varna şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında Nita Camagidze gürcülərlə hərəkətlər proqramında 26,900 xal toplayaraq rəqiblərini qabaqlayaraq Avropa çempionu olub. Görüşdə Gürcüstanın Gimnastika Federasiyası rəhbərliyi və nümayəndələri də iştirak ediblər. Marneuli bələdiyyəsində Marneuli Açıq Ringi adlı dostluq boks çempionatı keçirildi. Turnirdə Marneuli boks komandalarının hamısı, eləcə də Gürcüstanın müxtəlif bölgələrindən olan idmançılar iştirak etdilər. Yarışda müxtəlif çəki və yaş kateqoriyalarında mübarizə aparan ümumilikdə 140 gənc boksçu iştirak etdi. Tədbir idmançılara təcrübə qazandırmaq, rəqabət mühiti yaratmaq və boksu təbliğ etmək məqsədi daşıyırdı.